Salam, bugün səninlə Real Madriddəki gənc ulduzumuz Arda Güler'in son oyundakı, yəni Celta Vigo'ya qarşı çıxışını biraz dərinləməsini müzakirə edəcəyik. Salam, bəli, çox maraqlı oyun oldu həqiqətən. Əlimizdə NTV Spor'dan xəbər var, bir də Esport Plus YouTube kanalından qol anının təsviri. Baxaq görək Arda oyunda nə göstərdi, necə parladı. Başlayaq. Deməli, İspaniya La Ligası idi 34-cü həftə. Oyun da Santiago Bernabeu'da. Bəli. Real Madrid Celta Vigo'nu qəbul edirdi və Arda nihayət ki ilk 11-də başladı. Və bütün diqqətləri də çəkdi üstünə. Onun üçün böyük şans idi bu. Elədi. Gəl birbaşa o məşhur ana gedək də 33-cü dəqiqəyə. Yadındadır? Real Madrid künc zərbəsi qazandı. Deyirlər ki, topu tez oyuna saldılar pasla. Arda cərimə meydançasında aldı topu və orada, necə deyim, çox qəşəng bir hərəkət elədi. NTV Spor buna şık çalım deyir, yəni çox zərif aldatma da. Bəli, çox estetik bir hərəkət idi. Rəqibini elə keçdi ki... Sonra da sol ayağı ilə yaxın küncə elə bir zərbə vurdu ki, mənbədə mükəmməl vuruş yazılıb. Top birbaşa torda. Möhtəşəm idi. YouTube təsvirində də deyildiyi kimi Arda kilidi açdı. Oyunun ilk qolu özdə belə gözəl. Bu qolun əhəmiyyəti, yəni təkcə gözəlliyi deyil, oyunun ilk qolu idi və hesabı açmaq ilk dəfə startda oynayan bir gəncə nəsib oldu. Bu çox önəmlidir. Düzdür, məsuliyyəti götürdü. Bəli, təzyiq altında necə oynadığını göstərir. Həm də künc zərbəsindən sonra o sürətli hücum, Arda'nın fərdi ustalığı, yəni oyun zəkası da ortadadır. Düz buyurursan. Amma təkcə qolla bitmədi axı. İkinci hissə başladı, 48-ci dəqiqə, bu dəfə asist. O da var idi. Orta sahədə topu aldı deyirlər. Birdən baxdı ki, Kylian Mbappe qaçır qabağa və o pası verdi müdafiənin arxasına, ölçülüb biçilmiş, dəqiq. NTV Spor buna harika pas deyir. Əla pas idi həqiqətən. Tam yerinə düşdüm. Mbappe də nə eləsim, gəldi, rahatca qola çevirdi. Real Madridin 3-cü qolu idi bu. Bax, bu asist ən az qol qədər dəyərli idi məncə. Bəlkə də daha çox. Bilirsən niyə? Niyə? Çünki bu Arda'nın təkcə texnikasını yox, həm də, necə deyim, meydanı görmə qabiliyyətini, oyun quruculuğunu göstərdi. Özdə Mbappe kimi bir ulduzla belə bir əlaqə qurması, bu çox şey deyir. Elədi. Komandaya uyğunlaşdığını göstərir. Tamamilə. Oyun zəkasıdır bu. Oyunda da az qalmadı ha. 83 dəqiqə meydanda oldu. Sonra alqışlarla çıxdı. Yerinə Brahim Diaz girdi. Bəli, 83 dəqiqə yaxşı müddətdir. İlk start üçün. Mənbələrdə də yazırlar ki, azərkeşlər dəli olublar onun oyunundan. Hətta NTV Sportda o ifadə